Mən doktor Mədinə Fərəcova, infeksiyon xəstəliklər mütəxəssisiyəm. Bugün sizə xüsusən yay aylarında daha çox sıx müşahidə etdiyimiz qida zəhərlənmələri ilə əlaqədar məlumat vermək istəyirəm. Havalar istiləşdikcə biz infeksionistlərin də iş yükü artır. Çünki havaların istiləşməsi ilə istirahət dönəmi ilə bərabər eyni zamanda bakteriyaların da sürətlə artıb çoxalma dönəmi başlayır. Xüsusən niyə yay aylarında daha çox qida zəhərlənməsi görürük? Hava temperaturunun 30 dərəcənin üzərində yüksəlməsi, eyni zamanda salmonella, stafilokokk kimi patogen bakteriyaların da sürətlə artıb çoxalmasına səbəb olur. Xüsusən qida məhsullarının uzun müddət çöldə qalması, ət və kremli, mayonezli qida məhsullarının istifadə edilməsi qida zəhərlənmələrinin yaranmasına səbəb olur. Bununla əlaqədardır ki, salmonella, stafilokokk kimi bakteriyalar temperaturu 30 dərəcənin üzərinə yüksəldikcə hər 20 dəqiqədən bir sürətlə artıb çoxalır. Yəni meyvə qidanda bir neçə koloniya bakteriya yükü var idisə, 5-6 saat sonra bu bakteriya yükü milyonların üzərinə artmış olur və insanlar da bu qidaları qəbul etdikdə eyni zamanda bu bakteriyalarla bərabər onların ifraz etdiyi eksotoksinləri, zəhərləri də qəbul etmiş olur ki, bu da mədə, bağırsaq, gastrointestinal sistemin zevkli qişasının zədələnməsinə, bulantı, qusma, ishal, bədən hərarətinin yüksəlməsi kimi simptomların ortaya çıxmasına səbəb olur. Ona görə də özəlliklə marketdən alınan ət, kremli, qida məhsulları, dondurmalar xüsusən zaman itirmədən həmən soyuducuya qoyulmalı. Bir qida məhsulunun 1 saatdan çox dışarıda gözlədilməsi və sonra istifadə edilməsi belə təhlükə xarakteri daşıyır. Ona görə də xüsusən yay aylarında buna çox diqqət yetirilməsi lazımdır. Bağ mövsümü başlayır. Bağ mövsümündə bağdan birbaşa ağacdan və ya torpaqda bitən qidaların birbaşa yuyulmadan dərilib yeyilməsi, çiyələk kimi, göyərti kimi torpağa daha yaxın olan qida məhsullarında parazit və bakteriya yönündən təhlükəlidir. O meyvələr, göyərti məhsulları mütləq təmiz bir şəkildə yuyulmalıdır. Daha sonrasında istifadə olunması lazımdır. Açıq havada satılan qida maddələri, dönərlərdir, dondurmalar, mayonezli salatların istifadəsi, salmonella, stafilokokk kimi patogen bakteriyalar yönündən diqqətli olunması lazımdır. Əgər bu qida məhsullarını istifadə etdikdən sonra bulantı, qusma, ishal, qızdırma kimi əlamətlər yaranıbsa, bəzən xəstələrin ən böyük etdiyi səhv birbaşa gedib aptekdən antibiotik alıb antibiotik istifadəsinə başlanması, amma səbəb olan patogenin izolə edilib sonrasında antibiotik başlanması daha uyğundur. Çünki hər zaman etken bakteriya və ya parazit olmaya bilir, viral patogenlərdə bu simptomların yaranmasına səbəb ola bilir. Eyni zamanda gərəksiz antibiotik istifadəsi də bağırsaq mikroflorasının pozulmasına, daha da simptomların kəskinləşməsinin ortaya çıxmasına səbəb olur. Ona görə də bulantı, qusma, ishal, bədən hərarətinin yüksəlməsi kimi əlamətlər baş verdikdə, eyni zamanda ishalla, qusma ilə bərabər bədən də susuzlaşır, dehidratasiyaya səbəb olduğu üçün vaxt itirmədən həmən həkimə müraciət etməsi, xəstəxanaya müraciət edilməsi daha məqsədə uyğundur. Eyni zamanda son olaraq mənim ən böyük məsləhətim, ən böyük müalicə əslində profilaktikadır. Yəni qida məhsullarından istifadə edərkən onların yaxşı yuyulması, əl gigiyenasına mütləq şəkildə riayət edilməsi, qida məhsullarının özəlliklə yay aylarında, əlbəttə ki, bütün fəsillərdə riayət edilməsi lazımdır, amma xüsusən də yay aylarında daha yaxşı yuyulub istifadə edilməsi məsləhətdir. Xəstədə bulantı, qusma, ishal, bədən hərarətinin yüksəlməsi kimi əlamətlər varsa, mütləq şəkildə vaxt itirmədən, simptomlar daha da kəskinləşmədən həkimə müraciət edilməsi məsləhətdir.